Xanım Zəhra kamil insandır. İnsanlığın yüksək zirvəsini qət eləyən bir xanımdır. Düzdür, xanım az yaşayıb, 18 il. Amma tarixə başa saldı ki, kamil insan olmaq üçün çox yaşamağa ehtiyac yoxdur. Kamil insan olmaq üçün keyfiyyətli yaşamaq lazımdır. Yəni insanı kamil eləyən zamanın çoxluğu deyil. İnsanı kamil eləyən keyfiyyətli yaşam tərzidir. İnsan keyfiyyətli yaşayırsa, zamanına dəyər verirsə, Allah qatında ən üstün insanlardan olur. Xanım bunu əməli şəkildə bizlərə başa saldı. Xanım başa saldı bizə ki, biz necə istəyiriksə yaşaya bilmərik. Zaman hansı tələb edirsə insandan, hansı addım atmaq istəyirsə insandan, yəni Allah insandan hər hansı bir addım atmaq istəyirsə, o an o addımı atırsa, onun həyatı keyfiyyətli olur, həyatı dəyərli və qiymətli olur. Elə buna görə də bəzi ömürlərə Allah qiymət vermir. İnsan var 90 il yaşayır, zərrə qədər o 90 ilin Allah qatında hörməti yoxdur. Amma insan da var, o ömrünü az yaşasa belə, elə yaşayır ki, Allah deyir, ləəmrükə, and olsun sənin ömrüvə, ay Peyğəmbər. Allah ömrü and içir. Allah Peyğəmbərin ömrünü and içir. 63 ilə and olsun. Ömür var Allah qatında dəyərli, ömür var Allah qatında zərrə dəyəri yoxdur. Ömrü bərəkətli eləyən insanın üzləşdiyi proseslərdir. Həyatda yaşayır, üzləşdiyi proseslərlə ömür bərəkətli olur. Ya dəyərlənir, ya dəyərdən düşür. İnsan nə qazanırsa zamana borcludur. Yaşadığı zamana. Zaman bu qədər dəyərlidir. Ən dəyərli neymətlərdəndir zaman. Çox təəssüf, bu qədər dəyərli neymətdir. Amma bu qədər də bəzi vaxtlar insanlar heç ona dəyər vermir, zamanın qədrini bilmir, qiymətini bilmir. Ən böyük neymətdir, amma qədri bilinmir. Niyə qədri bilinmir? Çünki insan onu zəhmətsiz qazanır. Zaman insan doğulanda sanki insanla birgə doğulur. Əziyyət çəkib onu qazanmır. Əziyyət çəkib qazanmır deyənə o qədər də qədrini bilmir. Ömür çox qiymətli bir şeydir. Ömür desəm sizə cənnətdən də qiymətlidir, inanarsınız. İnsan ömrü var ki, cənnət onu ilə müqayisə oluna bilməz. Mən dünyanı qoydum kənara, dünya ilə işim yoxdur, dünya aydındır. Ömür var ki, o qədər qiymətlidir ki, cənnət onu ilə müqayisə oluna bilməz. Həzrət İmam Baqir buyurdu, mən ömrümü satıb, canımı satıb cənnət almaram. Mənim canımın qiyməti cənnətdən bahadır. Gün ərzində insan 86.400 saniyə keçirdir gün ərzi. 86.400 saniyənin, hərə saniyənin öz haqqı var. Qiyamət günü Allah Taala hər saniyənin müqabilində sual verəcək. Hər saniyənin müqabilində. Saniyələri hara verdin? O saniyələri mən deyən yerdeydin, yoxsa mən istəmədiyim yerlərə xərclədin? Allah nə deyir bizə? Allah deyir, bu ömrü mən sənə verdim və səndən əhd aldım, göndərdim yer üzünə. Ələstü bi Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi? Qalu bəla. Siz hamınız orada dediniz, bəli, Rəbbimiz sənsən. Bunu deyib gəlmişsiniz. İndi bunu deyib gəlmişsiniz, onda vəfalı olun. Ömrü mən vermişəm, mən istədiyim yeri xərclənməlidir. Amma sən təəssüf məndən başqa hamını düşünürsən. Məndən başqa öz həyatını düşünürsən, rahatçılığını düşünürsən. Məni qoymusan kənara, heç məni fikirləşmirsən bəzi vaxtlar. Mən vermişəm, mənə qaytarmalısan bunu. Məndən başqa hamını düşünürsən. Allahın bir istəyi var. Deyir, vəfalı ol. Ömrü ki sənə vermişəm, vəfalı ol. Mən sənə sevib verdim ömrü. İstəmədin heç verdim sənə. Yaxşı, vermişəm, vəfalı ol, qaytar mənə. Mənimlə ol, Allah deyir.
mən ki səndənəm. Və huvə məkum. Allah deyir, mən sizinlənəm. Hara getsə sizinlənəm. Quyunun içində də səndənəm, sarayda da səndənəm, Yusuf kimi. Hara getsən səndənəm, tək sən məndən ol. Əntum məallah. Siz məndən olun. Siz məndən olun, mən sizinlənəm. Siz vəfalı olun. Onsuz da ömür gəlir, gedir. Bir vaxt qutaracaq, dayandı. Özü ölüm müxtəlif çeşidlidir. Sağlama xəstəyə də baxmır. Qocaya, cavana baxmır. Allah deyir, öləcəksən. Ola bilsən sağlam öldün. Heç xəstələnmədin öldün. Mən çeşidli qərar vermişəm ölümü ki, hər an xatırlayasan ki, mən öləcəm. Yaxşı, bir halda ki, bunu bilirsən, sən öləcəksən, onda vəfalı ol mənə. Vəfasız yaşama. Vəfasızları bu tarix silir. Vəfalı insanlar tarixdə qalır. Mən bu yaxında oxuyurdum, Tokyoda olub. Deyir, bir oranın universitetlərinin bir professoru qatar stansiyasının yanından bir balaca it tapır. İti götürür, böyüdür. İti böyüdəndən sonra it bu sahibindən ayrılmır. Bu sahibi ki, professordur, universitetə gedir dərs deməyə. Həmişə ki, gəlir dərs deməyə gedir. İti də deyir, bunun yanında gələrmiş. Metronun yanında, bu ki, metroya minirmiş. Orada it dayanır. 1924-cü ildə baş verib bu. Orada it dayanır, yola salır sanki. Deyir, o da gedir, qayıdır. Bir dəfə, iki dəfə, üç dəfə it instinkt olaraq vaxtı sanki tənzimləyir özü üçün. Qayıtma vaxtını bilir. Əvvəl gedirdi, indi gedir, qayıtmağını da gözləyir. Qayıdır, gəlir, dayanır orada, vaxtını bilir. Sahibi gəlir, onu ilə qayıdır. Bir gün, iki gün, üç gün it bundan ayrılmır. Vəfalıdır. Bu gedir, bu da ilə gəlir. Professor dərsi deyir, qayıdır, metrodan düşür, it dayanır, gözləyir. Onu ilə qayıdır evə. Bir vaxt keçir, indi gedir, universitetdən qayıtmalıdır bu professor. Amma qayıtmır. İt dayanıb gözləyir, görür gəlmədi. İkinci gün gəlir, yenə axşamla dayanır, sübhə qədər gözləyir, gördü gəlmədi. Üçüncü gün gözləyir, gəlmədi. Belə deyirlər. 10 il it gözləyir. İndi bu itin heykəli, indiyə necə deyir, qoyublar Yaponiyada. Hardan ki tapılmışdı bu qatar stansiyası. Onun yanında deyir, bu itin heykəlini düzəldiblər simvolik olaraq. Yəni bu vəfa simvoludur. İt də olsa vəfa simvoludur. O itin heykəli var orada. İt də olsa vəfası var. Vəfası yaşatdı onu. Vəfası yaşatdı. İnsanlar var, tarixdən silinir. İt tarixdə qalır. Əshab-ı Kəhfin iti tarixdə ad yazır. Quran-ı Kərimdə Allah ondan danışır. Dəstəmazsız da əl vura bilmərsən o ada. İnsan da yaşayır, ölür, gedir. Bir şey yoxdur həyatda. İt vəfalı olur, insan bəzi vaxtlar vəfasızdır. Allaha vəfasını göstərmir. Allah vəfalı bəndələrini sevir. Ona vəfalı olanları sevir. Ondan üst çevirənləri sevmir. Və ondan üst çevirənləri müvəffəq eləmir. Allahdan üst çevirən insan heç vaxt bir yer tapa bilməyəcək özünə. Elə bilməsin dünyası yaxşı olacaq, dünyası da bərbad olacaq. Dünyası da xarab olacaq, nəinki axirət. İnsan ömrünü Allaha xidmətdə keçirməlidir. Xanım Zəhra o xanımlardandır ki, ömrünü Allaha xidmətdə keçirir. Vəfalı xanımdır. Hər an xidmət fikirləşir, neyniyim Allah məndən razı olsun. Hər an üzünü tutur ilahi dərgaha, deyir, ya Rəbbəl aləmin, mən neyniyim ki, sən məndən razı olasan? Bu xanımın sözləridir. Hətta deyir, Peyğəmbər əyləşib, Həzrəti Cəbrail nazil olur, xanım Zəhra da əyləşib Peyğəmbər yanında, Həzrəti Cəbrail qayıdır, Peyğəmbər, deyir, bəli. Deyir, Allah deyir, xanım Zəhraya dinən, nə istəyir bu an? Nə istəyir bu an? Onu verək ona. Qızım Zəhra, bəli atacan, Allah xəbər göndərib. Nə istəyirsən, arzun nədir? Adama bir dənə ömürdə belə bir şey düşədə, nə istəyirsən, o an qəbul olacaq. Nə istəyərsən. Deyir, bir anlıq sükut elədi. Sükut eləyəndən sonra dayandı, baxdı atasına. Dedi, atacan,
Bu Allaha o qədər xidmət eləyirəm və xidmətdən o qədər ləzzət alıram ki, fürsət tapmamışam ki, Allahdan bir şey istəmək haqqında düşünüm. Xidmətdən ləzzət duyuram. İstəyirəm o nəsə tapşırsın, mən eləyim. Mən deyim, o yox. O desin, mən eləyim. Mən bəndəyəm. Ən-nəzəru ilə vəcihillah. Yalnız istəyirəm Allahın razılığın. Allahın razılığından başqa bir şey istəmirəm ki. Xanım belə bir xanımdır. Sədaqətli xanımdır. Xanım Zəhra həm nübüvvətin xidmətçisidir, həm imamətin xidmətçisidir. Həm Peyğəmbərin yanındadır, həm Əlinin yanındadır. Özü özəl cəhət var. Hər ikisinin ən çətin vaxtlarında yanındadır. Budur məsələ. Budur məsələ ki, çətin vaxt olasın. Asan vaxtda yox. Xanım Zəhra Peyğəmbərin ən çətin vaxtlarında Xanım Zəhra yanındadır. O anlarda ki, Peyğəmbər çıxırdı bayra, başına zibili tökürdülər, heyvanın iç çalatını tökürdülər, evə qayıdanda Xanım Zəhra çıxırdı qabağına. Peyğəmbər Xanım Zəhra ilə rahatlaşırdı. Uşağı idi, amma gəlirdi Peyğəmbərin üstünü təmizləyirdi, başını təmizləyirdi. Onda dedi Peyğəmbər ona, "Ənti ummi əbiha, sən atavın anasısan Zəhra, analıq eləyirsən mənə." Çətin anlarda Peyğəmbər yanındadır. Asan günlərdə yox. Peyğəmbərin əziyyət çəkdiyi vaxtlarda Xanım Zəhra oradadır. Məkkənin fəthindən sonra da iman gətirənlər var. Məkkənin fəthindən qabaq da iman gətirənlər var. Məkkənin fəthindən iman gətirənlərin hörməti hara? Məkkənin fəthindən sonra iman gətirənlərin hörməti hara? Məkkənin fəthindən sonra İslam el aləmi bürüyüb. Bəzidə baxır, onsuz da gəlsə yaxşıdır elə Peyğəmbərin yanında olaq. Mənfəət var, pul var, var, dövlət var, dünya var, hər şey var. Amma Məkkədən qabaq dünya yoxdur. Əziyyət var. Quyuda yatmalısan, yemək tapmırsan, əziyyət çəkirsən, biri sözlə əziyyət verir, biri başqa cür əziyyət verir. Ona görə bəzi səhabələrin adı tarixdə qalır. Çünki çətin vaxtlarda Peyğəmbərlə Əli yanındaydılar. Benim az idi səhabə. Amma xüsusi səhabələrin adı xüsusi olaraq çəkilib. Salmanın adı, Əbazərin adı niyə xüsusi vurğulanır? Çünki ən çətin vaxtlarda Peyğəmbərlə Əlini tərk eləməyiblər. Tərk eləməyiblər deyənə qalıblar tarixdə. Tərk eləyənlər də tarixdən getdi. Belə ikisi də getdi. Torpaq altındadır. Amma biri qaldı tarixdə, biri getdi. Xanım Zəhra sədaqətlidir. Peyğəmbərin çətin vaxtlarında da yanındadır. Əli əleyhissalamın ən çətin vaxtları ki var idi, ondan o tərəfə çətin vaxtı yox idi. Peyğəmbər dünyasını deyişəndən sonra bir qrup insanların iç yüzü açıldı. İç yüzü təmiz açıldı. Əli əleyhissalamın ən məzlum vaxtları Peyğəmbər dünyasını deyişəndən sonra idi. Əlinin əl-qolun bağlayıb darta-darta aparırdılar, Xanım Zəhra orada müdafiə edirdi. Və qapı-qapı döyüb müdafiə edirdi. İmam Həsən bir əli ilə, İmam Hüseyin bir əlində tutub, bir gəlib qapı döyürdü, deyirdi, gəlin kömək eləyin, Əli qalıb tənha. Yəni, kimisi qapını açırdı, kimisi qapını açmırdı, kimisi açırdı, deyirdi, gələ bilmərəm, hər halda. Xanım Zəhra bir qapı döyürdü. Zəhra döyən qapı, adam da açmazmış, ilahi və Rəbbim. Adam da açıb deyərmiş, yox. Çətin vaxtlarda həm nübüvvət yanında, həm imamət yanında. Zəhra bu qədər əziyyətlər görüb. Çox əziyyətlər görüb. Elə vəfa da budur. Vəfalığa tərif ver, söz budur. Bir də tərif axtarırsınız, rahat deyirəmsə. Vəfa budur ki, çətin anlarda sevdiyi tərk eləməyəsən. Qutardı getdi. Vəfa bu. Hər iki cəhətdən, həm Peyğəmbər, həm imamın vaxtında olanda çox əziyyətlər çəkir. Çox əziyyətlərə qatlaşır. Zəhrada bir dünya qəm yatıb. İnanın ki, Xanım Zəhranın qəmi dünya heç bəlkə də yığa bilməz çiyninə. Dünyanın beli qırılar. Amma Zəhra o qəmi götürür üzərinə. Çətin anlarda Peyğəmbər yanında. Xanım canını vilayət yolunda qurban verdi. O vilayətin ilk şəhididir. Allah da şəhid üçün diri deyir. Allah şəhid üçün diri deyir. Allah deyir, şəhid ölməyib. Sanki Allah şəhidə yiyə çıxır. Çünki şəhidlik ən səmimi fədakarlıqdır. Şəhidlik qarşılıqsız imtinadır.
Şəhid özü üçün deyil, başqaları üçün həyatından keçir. Həyat üçün həyatdan keçir. Şəhidliyin intiharla fərqi var. İntiharda öz anlayışı var, özüm üçün. Şəhidlikdə isə fədakarlıq anlayışı var. İntihar eləyən özünü fikirləşir, canım qutarsın. Şəhid olan özünü fikirləşmir. Şəhid olan özünü fikirləşmir. O Allahı fikirləşir, o cəmiyyəti fikirləşir, o insanları fikirləşir, o insanların asayişini fikirləşir. İntihar eləyən həyatdan bezir, həyatından keçir. Amma şəhid isə həyatı sevə-sevə ölümü seçir. Şəhid bezmir, sevə-sevə həyatı ölümü seçir. İntihar eləyən xilas olmaq üçün ölür, şəhid isə xilas eləmək üçün ölür. Budur fərq. Və xanım Zəhra o vəfanı göstərir. İxlaslı şəkildə göstərir. İxlasla yaşayır. Allaha öz vəfasını əməli şəkildə göstərir. Deyir, mən sənə vəfalıyam. Özü buyurur, hədislərdə var, hətta xanım Zəhranın öz sözüdür, buyurur, mən əsədə ilallah xalisə ibadətihi əhbətallah əzzə və cəl iləyhi əfzələ məsləhətihi. Buyurur, xanım Zəhra buyurur, kim Allaha xalis bir dənə ibadətin Allaha göndərsə, Allah da ona ən məsləhət bildiyi neymətlərindən birini göndərər. Ən məsləhət bildiyi neymətlərdən birini göndərər. Vilayətin şəhidi xanım və bu günlər onun əzamətçisidir. O vilayət şəhidi oldu, bütün inancların boynuna haqq qoydu, xanım getdi. Harda inanclı insan varsa xanım Zəhraya borcludur.